İmam Bakir Aleyhisselam'ın hadisidir. İmam Bakir Aleyhisselam buyurdu Allah bütün insanlardan söz alıp Ufu bi ahdi, ufe bi ahdikum. Siz mənə söz veribsiz, ona əməl eləyin. Mən də sizə söz vermişəm, ona əməl eləyin. Ona nədir? Buyurur, Ufu bi vilayeti Ali ibn Abi Talib. Siz mənə söz veribsiz. Dünyada, yaşayanda, dünyaya gələndən sonra Ali ibn Abi Talib'in vilayeti sizin ürəyinizdə olacaq. Cənnət istəmirsən, mən də sənə söz vermişəm, cənnət verəcəyəm. Sən verdiyin sözə əməl elə, mən də verdiyim sözə əməl eləyəcəyəm. Ufe lekum bil cənnət. Mən də söz vermişəm, cənnət, buyurun. Cənnətin ağası Əlidir. Çünki Peyğəmbər buyurdu, mən Ali aleyhisselamla ikimiz Sirat körpüsünün qabağında dayanacağıq. Bütün insanlar oradan keçəndə soruşacaq Ali'nin məhəbbəti. Əgər onu bizə göstərə bildi, buyur keçə bilərsən. İnsan bu ölkədən o ölkəyə keçəndə viza alır da. Gömrükdən, tamujnadan keçəndə görürsən alırlar, pasportu deyir, ver, mən baxın vizaya. Satdığımda vizamı. Baxın, görün, var səndə. Hər kəsdə viza var, buyur. Hər kəsdə viza yoxdur, olmaz. Ali aleyhisselamın vilayəti, Ali'nin məhəbbəti cənnətin vizasıdır. Vəqifuhum innəhum məs'ulun. Quran deyir ki, hamını saxlayacaqlar orada, hamıdan soruşacaqlar. Peyğəmbərə dedilər, ya Resulallah, nəyi soruşacaqlar? Dedi, Ali'nin məhəbbətin, Ali'nin vilayətin, Ali'ni məsciddən ayırmaq, Ali'ni Allah'dan ayırmaq, Ali'ni Peyğəmbərdən ayırmaq mümkün deyil. Onlar bir-birlərinin ayrılmaz hissələridirlər. Və bizi gətirib burada həm öz pərəstişinə, həm şeytandan uzaqlaşmağa, həm Ali'nin məhəbbətin ürəyimizdə təzələməyə bizə Allah minnət qoyub.